Bismillahirrahmanirrahim. Bizim mövzumuz dua və Allaha təslim olmaqdır. Əziz bacı və qardaşlarım. Dua insanın Allahla birbaşa əlaqəsidir. O qəlbin səsi, ürəyin fəryadıdır. Dua edərkən insan Allaha öz dərdini, ehtiyacını açıqca bildirir. Lakin dua təkcə istəmək deyil, həm də Allaha təslim olmaqdır. Dua edən insan bilir ki, ən yaxşı qərarı Allah verir. Peyğəmbərimiz buyurur, dua möminin silahıdır. Biz dualarımızda səmimi olmalı, qəlbimizlə Allaha bağlanmalı və nəticəni ona həvalə etməliyik. Bu insanı rahatlıq və güclə doldurur. Sonda isə dua edək. İlahi, səni daim yad etməyi və sənə dua etməyi və sənin iradənə təslim olmağı bizə nəsib et. Dualarımızı qəbul et və bizi hər zaman sənin huzurunda olan qullarından qərar ver ilə.